ötürü Qismətin babası Orduxanın ölməyi televizor pultunun bataryasının ölməyi kimi idi. Bacanak, başqa hər yaraşır var. Yaxşı deyə Qismət bilirsən nə demək istəyirəm sağ ol. Bacanak, bir dəqiq, mənə diqqətlə qulaq as. Sən narahat olmayın. Əgər babamın evdən çıxmağını deyirsənsə, deməli, razını tapışam, birini seçim. Mütləq babamı iki seçim var. Razını, sözə bax, hə. Bütün qanım qaraldı, razını, o nə demək? Ayrı da. Qismət, sana bir xəbər çatdırmalıyam, amma bilmirəm nə tər çatdıram, sən pis udara düşməyəsən. Ne oldu? Ne oldu? Uzaqdan deyim də. Sən uzaqdan Orduxan baban gəlmişdi. O bilmirəm nə tər deyim, o Orduxan baban öldü. Ölməyin vaxtıydı be. Bacanak, səndən də bir şart xəbər eşitmədim ama. Gəlib imkanlı vaxtım ölsəydi, adam o qədər yandırmazdı. Yani... Vəsiyyət sad eləyibdi. Ne baba? Buradadır. Qorxmaya babandır. Elə də pis adam olmayıb. Nə vəsiyyət? Ağacda nə var, cicər də nə belə? Elə belə oğlan olmayıb Orduxan. Nə göstər? Mədəni var ya, bir başa neft mədəni var. Mənim Surgutda torpağım var. O torpaqda indi qazıntı işlər gedir. Neft çıxasıdır. Baba! Ay baba! Qismət, ozu qatma, Qismət! Qardaş, ne oldu bizim sifarişimiz? Bir saatdir öldürüyor, getirip çıkartıyor. Bu dəqiqə hazır olur. Bir dəqiqə. Siz alın burada crossword'a da baxın. Bu dəqiqə hazır olur da raponu darıxmayın. Qardaş, crossword'u həll edib qurtardı, bizim sifariş gəlib çıxmadı. O bir səhifədə show xəbərlərinizdə də bax bu dəqiqə hazır olur. Hoş sorayım qurban, hoş geldin. Selamünaleyküm. Yaxşısın mı? Yaxşı, ama kardeş bu bak şu program olar, boş ver demişler. Sorayım qurban, bəs neyin? Koymursuz yatar. Gel, hoş gelmişsin. Bilirsən biz sən nə qədər çox istəyirik. Bax, buradakının hamısı sənin pərəstişkarındır. Biz sənin mahnılarınla yatıb dururuq. Sənin diskinə qulaq asmayam da gözümə yuxu getmir. Bura bax, indi sən doğrudan buna bir qara çukurursan da elə deyil. Ben abi geldi şaşırma tamam. Yox, tanıdım. Yuxudan çaldıranı oxşursan. Dəqiq namiksən, şurada keç başda qadarım, keç oxu. Ay baba! Ay baba, niye yüreğime sana çalmaz tak çəkib getdik ay baba? Qismət, yaxşı, başa düşürəm səni. Mənim bu işğal babam vəfat eləyəndə dünyasını dəyişəndə məndən çox pis olmuşdum. Baş bitirmişdim, özümə yer tapa bilmirdim. Məcbur olub getdim, Antalya'da bir hafta qaldım. Orada özümə yer tapdım, gəldim. Gəldim 40'ında gördüm yere baş bitirdim, ağlaşmasam da özümə yer tapa bilmədim. Bu da getdim, bir haftalık bu oturumda. Özümə yer tapdım, orada qaldım. Bakın Calalay, işğal babamın ölümünün 10 illiyində, il dönümüdür. Kuşadaz'da bir haftalık ettim Çok tanışmışım, gideceğim orada pasiyon satacağım, özüme yer tapacağım. Sezonda orada Rusya'dan satılan Ukraynalar satılan gelin. Derdim onlara tanışacağım. Adamın derdini ele yanırlar adamı buraya gelmişler. İstersen sen de Orduxan babana göre gidiyor, derdimizi tanışalım onlara. Ağlama bir tek kısmet. Ölüye ağlamazlar, bəsdir. Səni, babam ağlamıram, babam ağlamıram. Ağlayıram ki, mən də çikimicivim bir pul gördü, mən də bir ağ günə çıxdım, ay talih. Naratam bak, ya toxta, qardaş. Qardaş! Alo, bəli, buyurun. Bəli, bacanaqlar restoranıdır, bəli. Sifarişinizi verə bilərsiniz. Hanım, səhv eləmirəmsə 022'dir. Bəli, buyurun. Sağ olun, sağ olun. Numara kimi idi? Heç bilmirəm. Gəncə şəhərinin kodunu soruşun.
O gün getmişəm toya. İntiqamın arvadı mənə bir fors eləyir. Bax, geyinib belə britelkanı, mənim qabağımda mənə acıq verir. Ceyrana acıq vermək olar. Bəsdir, çıxartdım ayaqqabılarımı, fızıldatdım qırağa, dedim bir dənə ya Mustafa. Beli gidi yare, ya Mustafa, ah ya Mustafa, ya Mustafa, ah ya Mustafa. Bir oynadım ki, bütün tamaşaçılar ağzı açıq mənə baxırdılar. Laf yaxşı eləmişsən. Gel Tahir çekilin. Gel soymamış götür. Ay mama götürürler ay mama. Bana gedirsən ay orduğa. Ya sakın getir yukarı aparıp koyun. Niye öldün ay orduğa baba? Abi sen niye öldü? Kocaldı öldü be. Bizi koyup gitme orduğa. Bizi koyup Yavaş yavaş. Yavaş. Ne çağırırsınız bunu? Sen çağırırsınız meyitten kargır dala gelir de imkan verin aparı koyak da. Meyde bak 5 gününe koydum bu Bunlar ileride gizeyim bu oyda. Götür. Götür irfalanma. Kızım yavaş kaldır. Kaçlar geldi. Ay canım. Götür Xaşoyu. Qardaş, çox sağ ol. Çox gözəl, hər şey əla idi. Müəllim. Çox xoşumuza gəldi oxumağın. Saat 7'dir bu workshop proqramları başladı. Sonra- İndi daha xahiş elədiniz, mən gəldim də. Bununla birinci dəfədir belə eləyirsiniz. Sonra burada səhərə yaxın Facebook'a baxdıq, online'da bir dənə sən idin, biz ona görə səni çağırdıq. Çox sağ ol. Səhər Sağ ol, yox, mənim kamerarımı verin, çıxın verin. Narahat olma, bu dəqiqə sən burada sirkə sarımsaq iyi səslə ziyanlı. Çıx foyədə gözlə, bizə gəlmir. Yox, şu tez Narahat olma, burada bir Hamı havan təkilin dəyək gəldim, gəldim. yatım mən də. İsmail, hep kadın alalım, tez xaşın pulu yığ. Yığmış otları. Oxuyan yola salaq. Yox, xaşın pulu yığ. Alıram. Bir dənə xaşın pulunu verərdiniz də. Bu dəqiqə gəldi qiyməti, imkan verin, yerə duranda verərdik. Yo, biz pulları yığmalıyıq, şou proqram pullarını. Bax, şimdi müğənnini yola salmalıyıq. Bir dənə verin. Bir dənə sizdə. İkimiz bir yerdə. Bir dənə xaşın pulunu tez bazar verib bizə lazım. Biz pul yığmalıyıq. Üzr istəyirəm. Bunu oxuyan gözləmir, xaş. Tez ol da qanqarasın sağ ol. Qanqarasın sağ ol. Hem ben yığmış. orduğa niye öldü? Benim memleketler işinden gibi durum gelmişim. Giderim Azerbaycan. Ben sen gitmiştin diye böyle gel bize Eşiden de yola çıktı. Yollar yağma propkaydı. Bilseniz zulümle gelmeyeceğim. Biz bilirdik ey. Yollar böyle propka diye. Az niye metro ile gelmirdin baş? Az bilirsen ki metro bizim evimiz uzaktı. O vaxt dedim ki vaxtında gelin metroya yakın bir yerden ev ala. Neyi koyup eyle aktarırsınız? Ya bana haber vermemişsiniz. Kaynatam ordu kanın ölmeyin ölmeyin. Anan ölsün ay ordu kan. Anan ölsün ay ordu kan. Ay ordu kan. Hey! Hadi geldi. Sağ ol, çok sağ ol. Qardaş, səndən 110 manata danışmışdıq eləmi? 110'a ha 110. Allah bax, bu sənin şax deri yüzdüyün, bunu qoy cibinə. Yo bildim bu 10 manatda bəs 110. Hə, 10 manat bir kere qıtaya. Deməli, mən saymışam. Ovcunu aç, ovcunu aç. Ovcunu aç. Baba, burada düz bax, burada 5 manat. Bax, bunu düz 5 manat. Yo bir dəqiqə de. Obyektivdə səhər-səhərdir, bax, belə. Bildim bu 5 manatda vermə. Durur çıxar. 110. 5 manat. 110 danışmamışsın. Bir kere. Kalsı var, 5'liyi getir. Hələ görün bu düzdür. Bu nədir? Bu sənin- Çıxan 5 manatdır bu. Bu 5 manatlı xaçdır. Bu da... Yox,
Ayıbı var. Gələ bunu. Sonra Amma şişərsən. çox xahiş edirəm, bankasını geri qaytarın. Çünki müğənni çoxdur, amma bankamız çox azdır. Yaxşısı olma, belə şey olar. Bir abur elə züzbəni. Sər yeməzsən yüz gəlməz. Əsas odur ki, sən təşəkkür elə. Kleydir, kley. Deyir, insanlara təşəkkür eləməyən kimsə Allah'a da şükür eləməz. Əsas odur ki, təşəkkür elə. Təşəkkür edirəm. Gəl deyirəm bir yaxdan əldən ayaqdan getmirsən. Gəl mənə də var Allah ki bir şey atağız var. Otur. Bura bax. Bu halvadan qonşuya da verərsən. Hansı qonşu ay qismət? Qapısı ən yaxın olan qonşuya. Hə, yaxşı. Ay qismət, elə sevinirəm. Belə sevincimin həddi hududu yox deyə. Babamın ölməyinə sevinsən? Babanın ölməyini niyə? Babanın ölüb sənə vəsiyyət eləməyindən miras qoymağını. Hə, ona mən də sevinirəm. Ay qismət, Ha. indi bu sənə qalan mirası qardaşınla böləcəksən? Qardaşım da. Talih deyirəm də. Talih nə vaxtdan mənim qardaşım oldu? Yadında saxla. Talih ən yaxşı. Nə qardaş ha? Yox bir qismət mənim qardaşım oldu. Talih, bəs sən özün qismət edilmirdin ki, arxayın ol, qardaşın ölməyib, yaxşı özüm tək yola verəcəm? Ay qız, ona özüm elə deyirdim ki, Orduxanın nə qədər var, dövlət var, vəsiyyət var, hamısı bana qalsın. Yəni, Arzu, yadında saxla. Qismət mənim heç vaxt qardaşım olmayıbdı, olmayacaq da. Mən heç vaxt bacanağıma qardaş deyim. Qardaş sözünə ləkə gətirmərəm. Mən elə sözlərə hörmət qoyan adamım. Qismət ən yaxşı halda elə bacanağımdır ki, bacanağımdır. Bir də Orduxanın ölməyinə görə özünü döyüb öldürüb ağlayıb əldən ayaqdan salma. Get uşaqları qulluq elə. Talih, belə bir söz var. Deyir, nankör o kəsdir ki, yaxınlarına əngəl törədir, hər şeyi özü tək eləyir. Sən heç düz hərəkət eləmirsən. Abbas, sən haradasan bu vaxtdan kimi, hə? Düşnüyüvdə yatırdı. Saat düşdü, gün orta saat düşdü. Bu vaxtdan kimi yatmaq olar. Gecə nə eləmirsən sən bu vaxtdan kimi yatmırsan? Düşnüyüdü, bekarsı da olur. Prosto müğənlər günaxda 3-də durur deyim, mən də dururam da. Yəni sən heç yuxum da gəlmir, qıvırırlam o tərəfə, qıvırılıram bu tərəfə. Sən yatmısan, amma mən Əlikrama klip çəkdirmişəm. Səhər Əlikram zəng elədi, deyir, İsmail müəllim, klip çəkdirmək istəyirəm. Mənə bir dənə məsləhət ver də, bir interesli bir şey. Baş üstü. Sən gələdim Avstraliyaya, pulunu göndərdim, 2 dənə kenguru qəçdirdim. Elə bir ki, Əlikram oxuyur. Başım belə, kengurular da qırağıda oynayır sinixnon. Sinixnon baş üstünün bir interest. Axıdıra nə? Əlikram pullanır düz, kenguruların kisəsi yoxdur belə, düz onun içinə. Interest. Çəkdirdin necə klipi? Sən yat, mən zamanlısın iş görüm. Səndə telefon var? Başa düşməm. 10 dənə telefonum var. Bunlarda kontur yoxda, səndə bir dənə telefon ver, mən bir dənə zəng edin, mən klip çəkdirim. Kimdə kontur var? Ama boğazın yaşladı. Ay bacı. Orada başlayan. Ay Orduxan, 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 hamı səndən gileyli. Orduxan, Yaşlı qoydun gözümüzü. Orduxan, Dinləmədin sözümüzü. Orduxan, Ay Orduxan, Orduxan, Orduxan. ay Orduxan, Orduxan, Orduxan. Abbasın Agil Embuli və klip çəkdirməsinə yeganə səbəb o idi ki, digər rejissorlar Abbasın atdığı vızıva zəng eləmirdilər.
fikir verdim. Necəsiz? Şükür. Aqil, Bəli. mən klip çəkdirmək istəyirəm. İnşallah, inşallah. Belə klip yox ha, yəni tutarlı klip. İstəyirəm o klipin rejissoru da sən olasan. Yəni, abba, sən nə qədər pul xərcləmək istəyirsən ki, bu klipə dediyin kimi o səviyyədə olsun canım? Yəni bu klipdir də, burada indi qırpıb qısmağın yeri yoxdur. Təbii. Gərək bu dəqiqə klipə pul bırakasan ki, o klipdə tutsun da, o üstləməni. 200 manat evdə var, 100 manat üstümdə var bu dəqiqə. Bu qardaşlar da 50 manat köməkli eləyər də. Yerlər. 350. Abbas, 350 manat klip üçün çox az məbləğdə. Nə az da kişi? Sən mənə klip çəkəsən, mən bilmirəm sənin o klipindən xeyir tutacam yoxsa yox. Amma mən o 350 manata gedib bir dənə körpə dana alaram. Onu mən 3 ay bordaqda saxlayıb, gedib onu 700 manata qəssaba satıb, yarı pulu götürməsəm, kim mənə nə deyirsən deyir. Yəni deyirsən, dana saxlamaqda belə pul var. Nə danışırsan? Bəs dana qoşqarran sonra verin nəylə aldın? Onu mən fikirləşərəm. Yaxşı, Abbas. Onu da biləsən ki, 350 manat məbləğdirsə, onu da mən sənin üçün klipi telefona çəkə bilərəm ancaq. Yox, indi sən rejissorsan, mən sənin işinə qarşılanmərəm. Telefonla çəksən, nə çəksən də, mənim klipimi gətir. Mən dedim. Yəni danışdıq. Bir dəqiqə bir məsələ də qaldı da. İşim behi. Salam aleyküm. Behdən də mənim üstümdə cəmə 11 manat pul var. Ala bu 10 manat sənin, bu 1 manatla bir də yol pul edib gedəsiyik. Allah xeyir versin. Sən dönər yemsən. Əli oturmurdun orada. O boyda yolu niye gelirdin ay bala? Ay bala. Harbaları yedinizsə başlayaq. Çoxdan Başlayaq. Başlamaqla başlayaq ya Aybəsi. Sən bütün qafiyələri pozursan da ritmə düşmürsən, gözlü bir təkrarı gəlsin sən. Ritim yeridir, ritmi yoxdur da, başlayaq. başlayaq. 1, 2, Orduxan! Ay Orduxan! Buradan qəbrə kim gedər? Adı gözəl, özü gözəl, Orduxan! Özü gözəl Orduxan! Çox sağ olun, gəlmişsiniz mənim bu ilk klipim olan yaralı klipimin təqdimat mərasiminə. Bir də klipə baxağım, sonra indi 2000 nə salı olar, verər də. Məsələn, bir də monitor düz qoş, jurnalistlər klipə baxmaq istəyir. Görüşəli misin? Bunu mən bir kömək eləyərdim. Bir dənə bizim prodüser deyil mənim. Burada sənin işində o, axranasan. Buyur, indi klipə baxar, sonra suallarınızı verərsiniz. Да, пожалуйста, я внимательно слушаю. Конечно. Да, если возможно, пожалуйста, сделайте... Sen telefonu bana yarım saattir bir kelime fikrini çattıramam. Bir dikkatini. Alo? Это Сургуту mu? Bunu Orduxan'a, üstünüze sağlık, Orduxan gitti. Net, paraşütü açılmadı, gitti. Как говорит, конец. Game over, the end, auf Wiedersehen. Yes. Мы парашют умер, да. Мы тоже пожалели, очень функционально. Это değil. Мы вот, у них что-то земля, деньги, что-то нам посят сказать. Нам нужно там... Завещал нам землю. Завещал нам землю, вот, потом все. Алло, да.
Нужно поехать. Хорошо, хорошо, хорошо. Понял, спасибо, спасибо. Nə deyir? Deyib, gəlim yerində ailə. Get Surguta 2 dənə bilet al, mən də meyit məzarla məşğul olum. Da 50 ol. Qismət. Bizə buxum dağılıyım. Ağlayaq. Baba! Ay baba! Bəlkə ona bir təhqiq vurum, balkondan düşsün aşağı, Ordu xan da bəstiyyətin hamısı mənə qalsın. Nə olaydı? Bu mənə təpik vurmaq istəyərdi. Mən də çəkilərdən burada yuxarıdan düşərdi aşağı. Bütün vəsiyyət mənə tək qalardı. Qardaşım! Mənim sualım belədir ki, belə bir klipin nə qədər xərc çəkilib? Gözəl sualdır xanım, yəni bu klipə biz 350 manat büdcə ayırmışdıq. Amma bu klipdir, bilmirsən haradan nə xərc çıxacaq. Bu klip düşdü ABD-ə. Və ABD-də bu məcbursan ki, bu işçilərə yemək verəsən. Bu karpasa da çörəkdir, bu smetandır. Hardasa gəldi, çıxdı bir əlavə 7 manat. Yəni klip 357 manata üstümüzə oturdu. Çox bahatıldı klipdir. 7 mal 40 qəpik. Hə, bir dənə zavod çörəyi, bəli, yəni orada bir dənə əlavə işlərdə ki, çörək çatmır, yəni bir dənə də zavod çörəyi orada gəlir, yəni 40 qəpik, 357 manat 40 qəpik. Başqa kimindən sağlar? Vak gazetinin baş redaktoru Vüqar Vüqarlı. Aqil mənim, bir Abbas üçün 32 min manata klip çəkdirən Aqil Emquliyev, o bir Abbasa 350 manata klip nə tər çəkdi? Bir dəqiqə mən cavab verərəm. Çox sağ olun sualınıza görə Vüqar müəllim. Qazetinizi oxuyuruq. 357 manat əvvəla 40 qəpik. İkincisi də ki, mən bu işin istehsalatına demək olar ki, 20-25 dəqiqə vaxt sərf eləmişəm. Bunu mobil telefona çəkib, elə burada olan proqramda yığmışıq. Yəni, çox da vaxt aparım. Yarım saat 40 dəqiqə vaxt aparım. Və zənnimcə, yarım saata 357 manat qazanmaq heç az da puldur belə götürəndə. Və Vüqar mənim, son zamanlar mən bu kliplərə belə demək olar ki, bir hobbi kimi baxıram. Mənim əsas bu saat işim, qazancım, biznesim dana biznesidir. Yəni biz fermadır, danalardır, onları bəsləyirik, getiririk. Və demək olar ki, sizə deyim, 2 qat pul var o işdə, ona görə çox məsləhətli bir işdir. Doğrudan, danada bu qədər pul var. Bəli, Vüqar mənim. Gəlin belə, bu dana söhbəti bağlayaq, yəni biz bura danaya görə yığışmamışıq. Yəni klipə kimin sualı var başqa, sən də sualı var. Buyur, qardaş, siz bayaqdan bir çiftdən hazırlayıb gətirəmədiniz mənə, mən gözləyirəm axı. Git qardaşı yeməyin gətir, suallara mən cavab verir. Hə, Piridoruk, nə yaxşı gəlibsən? Talih mənim, necəs Talih mənim? Sağ ol, sən nətərsən? Sağ ol, çox sağ ol Talih mənim. Yaxşı olsun. Talih mənim, gəldim bu ağırlı, acılı günlə. Sizə bir şad xəbər deyim. Sən mənə şad xəbər deyin. Hə, buyur, denən. Talih mənim, bu bizim cip var. Ay, sağ ol. Onu bir dənə ölümünə maşından dəyişdim. Nədir o ölümünə maşın? Ölümünə də, Talih mənim, ölümünə maşın. Qəddidir, Rolls-Royce'dir. Nədir o ölümünə maşın, nə maşındır? Talih mənim, ölümünə də, yəni meyit daşıyan maşın. Meyit daşıyan, azı, o mino, yomu. Başı xarafdan sən, Piridoruk, meyit daşıyan maşının cibi niyə dəşirsən? Mən müdür adamım. Mən ölüm meyit daşıyan maşına işe gələcəm. Talih mənim, siz həmişə demirdiniz ki, bu cipin içi bir balaca geniş olsaydı, mən də işə uzanıb rahat gedib gələrdim də. Bu meyit maşın da için genişdir də. Mən də dedim ki, siz maşın içində uzanasınız, gedib bir yerə çapanda, sonra o tabut yoxdur, onu belə dedim ki, Talih mənim, çatdıq düşün. Ələndim, sən xəstəsən, sənin başın xarafdan, mən müdürəm, mən ölmüşəm, ölü maşına gedirəm. Etibar, səni o qədər vuraram ki, o qədər döyərəm ki, meyit maşında sənə yaxın durmazaq. Get, mən maşınımı qaytar. Get. Talih müəllim, onda maşında bir dənə cənazə var. Onu qəbirstanlığa boşaldım, gəlirəm. İbtalarda, biz 50 ol, hə? 50 ol, hə?
Şimdi belə çıxır ki, siz bu klipi bəyənmədiniz. Yox, bəyənmədim. Niyə bəyənmədin ki, niyə? Çünki bu nə klipdir? Bu nə vəbşi söhbətdir? Sən də yekə oğlansan, mən elə bildim Abbas Bağırovun klipinə gəlmişəm baxmağa. Bu da Abbas Dübəndi. Yox, bir Abbas Dirəndi. Hadi sənə də eyib olsun, yekə oğlansan, bu nə klipdir çəkmiş? Bəsdir bu qar, bəsdir. Dama söhbətinə sonra qayıdam. Yəni sizin klip heç birinizin xoşuna gəlmir də, ha? İsmail, pulunu alamsın, kim nə piti yiyir, dolma yiyir, hamısının pulunu alam. Tamam, səndə 2 dənə çay idi. 3 dənə sən bir. Özün al, yaxşı. Siz qapısını üstünüz. Davay, pulları yığın bir. Nə içmişsiniz xanım? Pullarınızı verin. Sol. Bəyənmirdin. Kim atsan? Nə gəlirdin klipi bəyənmirdin sən? Yemişsiniz, hoşunuza gəlirdi. İçmişsən axı. Bunu bəyənmirdin, buydu bu klipi bəyənmirdin. Bəyənmirdin. Bugün burada bir boynu bu konuda şöyle bu. Bir dakika dayanmayın. Siz niye ulaşırsınız? Bir dakika dayanmayın. Burada razını ağlaşırsın. Ben nota düşemiyorum bir. Ne deyse herden ağlaşırsınız. Ben sizin aranızda 5 dakika yatanmadım. Böyle adam ölür, Ordukan ölür. Torpaq sanı yaşasın da o değil axı. Tam o değil. Ne olur vay ana? Ne ağlaşırsınız? Ay başına dönün. Ben ağayraq. Ay. Ha. Bugün de birinci gündü televizyonda da fasilədir. Ben ağayraq. Başımızı neyle qatar? Hadi keçin mətbəxə, yemək pişirin, halva pişirin. Bizim yolumuzun qismətə bax. Bir də baxın, hörmətli oldu adam zaten. Gəlin yasına qismətin babasının yasına. Ha durun kesin mətbəxə, durun ay mama. Ha durun kesin mətbəxə, kesin ha. Düz deyir. Ay Orduxan. Siyanət o, siyanət o. Deyiləm. 4 günün yolunu ya. Ağlaşmaydı neyse. İmkan vermədilər. Gözümüzün açsınlar. Ne olub da abala? Sizə salğı ağsaqqal, bu qismətin babası Orduxan ölüb. Dünyasını dəyişib, getdi. Qatarı getdi onu. Kim ölübdü? Qismətin babası Orduxan. Ha. Kim? Qismətin bacanağı Talih. Qatarı getdi, öldü. Bunlar ne günah böyle günah? Kim büyük sonra zaten? Az onu zəlil olsun, zəkat olsun, zəlil olsun. Amin. Amin. Siz niye ulaşırsınız? Ayvam. Ayvam. Beşiş. Niye? Az niye metroyla?